Seyirciləri, mən fəxr edirəm ki, bu qədər insan əbunəçi mənim fikirlərimə etimad göstərir. Nə haqda danışmaq istəyirəm? Mən gəncliyimdə, tələbəçiliyimdə bir xeyli marafon qaçmışam. Məktəb vaxtı, tələbə vaxtı. Həyat marafon qaçmaq kimi yarışdır. Yəni, əlbəttə ki, tək sən özün bir nəfər qaçmaqla yarış ola bilməz ki, ətrafında bir neçə adamlar qaçanda, prizavoy fond olanda, mükafat fondu maraqlı olur. Və elə bir müddət gəlir çatır ki, məsələn, marafonun yarısını qaçmışsan, 15 kilometr, 20 kilometr. Dünyadan köçən köçür, yorulan yorulur, əzizləri itirirsən, yaxınları itirirsən. Və ən əsası başa düşürsən ki, sən qaçmağa məcbursan. Və bu vaxtı insana bir həqiqət agah olur və o hər şeyi dəyişir. Daha sən heç kimin yanında qaçıb qaçmamağına narahat deyilsən. Ki, Əhməd mənə yanaşı qaçmaq istəyir və yaxud da istəmir. İstəmir, özü bilər, istəyir. Yəni, məsafə azaldıqca artıq elə də əhəmiyyət kəsb eləmir. Yəni, bu Əhməd də, Nərminə də, Zəminə də vaxtında nəsə eləyə bilərdi və yaxud da sən onlar üçün nəsə eləyə bilərdin. Müddət azaldıqca, məsafə qısaldıqca biz hələ o yarış atları kimi başımızı aşağı salıb qaçırıq və o qədər də əhəmiyyət kəsb eləmir ki, Əhməd mənim yanımda getmək istəmir, istəməsin. Nərminə mənim yanımda getmək istəmir, istəməsin. Bu qədər.